Dedi, bu papaqdır bala, adam bunu qapılara atılmaz. Dedim, nağaram da torba tapmadım, buna apardım, buna yaxşı puzalı qoyurlar. İndi Aydılar xanım, qısa da olsa bayramı günüdür. Çalışdım ki, çox vaxt almayam. Çox belə doğrudan həm kədərli, həm gülməli, doğrudan çox həm kədər. Bizim həmən günün sabahsı da mən gecə döyməsə, bildim ki, döyəcək. Mən qaçdım nənəmgilə, gün orta gəldi. Bizim də qonşumuzda bir dənə suda baxala var idi. Hər nəsə bir problem düşən kimi, yaylığın çıxdı, vatı ki, yəni dava düşməsin. Bu nə mental dəyəti mən bilmirəm, hə. Babam mənə gəl tutdu, bəlkə də döyməyəcəkdi. O arva çıxartca əfqan, qadanqa eləmə. Yaylığı belə atdı, külək vurdu, yaylığı apardı mağaza. İndi elə bu yaylıq öz deyir ki, inanmıyor belə şeylərə, vur onu, vur. Yaylıq öz külək yerlər. Dedi, bağır vaxt da yaylığını atdı. Deyirəm, ay suda baxar, Allah sən yaylıq atmasaydın, bəlkə də mənə döyməyəcəkdi. Atdın, baxışım deyir məndə də. Yumurta döyüşürük, o buz bayramı. Nənəm gülün həyətində bir 20 nəfər yığışmışıq, hamımız bərabər yumurta döyüşürük, səs-küy götürüb, bu suda baxala yenə çıxdı. O, ay valla, qadan qalıb elə, nağar yumurta döyüşürük, yer gedikcə çıxan kimi kaçınqa qağar atırsan. O Mortal Kombat var, Mortal Kombat cavanlar bilər. Bir dənə kungulan var, papağı atanda bütün problemi həll olur da. Deyirəm, bəlkə o Mortalı yaradan bu sudabədən götürüb onu ki, nəsə kasinkan atanda problem düzəlir. Axırda deyir, sudabəbiniz, kasinkanlı bir barırsan fətəlidir. Amma eşq olsun sənə, doğrudan dəhşət bir vəziyyətdir. Bu cür bunu məni güldürən, cəmaatı güldürən danışma. Həqiqətən bayramı mübarək olsun.